Elektrik və qaz tariflərinin azaldılması çox aktual məsələdir. Xüsusən də dağ kəndlərində yaşayan əhali qış aylarında daha çox qazdan istifadə etməyə məcbur qalır. Bu isə limitdən artıq sərf olunan qazın yüksək tariflə hesablanması nəticəsində onların maddi durumuna mənfi təsir göstərir. Milli Məclisin deputatı Əli Məsimli bunu Today Press TV-yə danışarkən bildirib. Onun sözlərinə görə əhali indiki qiymətlərlə qazın pulunu ödəyə bilmir. Nəticədə odun almağa məcbur olurlar. Stat: Amma odun da ucuz deyil. Buna görə də bəzi insanlar meyvə ağaclarını kəsib odun hazırlayır. Bu isə həm ekoloji fəsadlara, həm də meşələrin məhv olmasına səbəb olur. Meşələrin qırılması sel düşmə hallarını artırır və bu da kənd təsərrüfatı, eləcə də yaşayış məntəqələrinə ciddi ziyan vurur. Bu baxımdan unikal meşə sərvətlərimizi, nadir bitki aləmini qorumaq və artırmaq, eləcə də sel hadisələrinin qarşısını almaqdan ötürü digər vasitələrlə yanaşı, həm də kəndlərin qazlaşdırılması işini davam etdirmək lazımdır. Bununla yanaşı qaz limiti məsələsinə yenidən baxıb nəzərə çarpan güzəştlər tətbiq olunması çox vacibdir. Statın sonu. Deputat təklif edib ki, bu məsələnin 2 mərhələdə həlli mümkün ola bilər. Birinci mərhələdə sərhəd və dağ kəndləri üçün qaz limitlərinə ciddi güzəştlər tətbiq olunmalı. İkinci mərhələdə isə ümumilikdə ölkə üzrə qaz və elektrik enerjisinin limitləri ləğv edilməlidir. Əli Məsimli vurğulayıb ki, Azərbaycan enerji daşıyıcısı olan ölkə kimi bu cür sosial yönümlü addımları atmaq imkanına malikdir və bu qərarlar həm vətəndaş məmnunluğunu artırar, həm də Bakı şəhərinə olan miqrasiyanın qarşısını ala bilər. Qeyd edək ki, deputat Zahid Oruç Milli Məclisin növbədənkənar sessiyasının keçirilən ilk iclasında Azərbaycanın bəzi kəndlərində elektrik və qaz tariflərinin 3 dəfə azaldılmasını təklif edib. Bu məsələ bir sıra deputatlar tərəfindən müxtəlif variantlarda tez-tez qaldırılır. Türkan İskəndərli, Today Press TV.